Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Muhammed ibn Abdillah. Nebiyyina ve habibina ve qurrata a'yunina. Ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Namazın erkanları və namazın rukunları dərsimiz davam edir. Keçən dərsdə bir neçə rukun söylədik. Xüsusən də namazın feilləri ilə ilgili. Bugünkü dərsdə isə Allah Taala'nın izni ilə axırıncı təşəhhüd haqqında olacaq. Axırıncı təşəhhüd salamdan qabaq olan təşəhhüd namazın rukunlarındandır. Və yaxud da təşəhhüd üçün salamdan qabaqki təşəhhüd üçün oturmaq da namazın rukunlarındandır. 11-ci, 12-ci rukunlar hesab olunur. Müəllif rahmehullah buyurur: "Və təşəhhüdül əxir rukunun mafrud." Axırıncı təşəhhüd, salamdan qabaq olunan təşəhhüd rukundur, fərz olan rukundur. Kəmə fil hadis an ibn Məs'ud radiyallahu anhu qal, necə ki Abdullah ibn Məs'ud radiyallahu anhudan gəlmişdir. Qal dedi: "Kunna naqulu qabla an yufrada aleyna təşəhhüd." Bizə təşəhhüd oxumaq, təşəhhüddə oxunan, yəni ət-təhiyyat deyək, təşəhhüd deyək, o fərz olunmazdan qabaq biz belə deyərdik: "Əssəlamu alallahi min ibadihi, əssəlamu ala Cibril və Mikail." Fəqalə Nəbi sallallahu aleyhi və səlləm: "La təqulu əssəlamu alallahi min ibadihi, fə innallaha huvəssəlam." Deyir, təşəhhüd vacib olunmazdan qabaq, fərz olunmazdan qabaq biz belə deyərdik: Allaha qullarından salam olsun, Cəbrailə salam olsun, Mikailə salam olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi, deyir, Allaha qullarından salam olsun deməyin. Allah Taala'nın özüdür salam. Allah Taala'nın özüdür salam. Yəni Allah Taala'nın adlarından biri nədir? Salamdır. Lakin qulu ət-təhiyyatu lillahi və-salavatu və-tayyibatu. Əssəlamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və barakatuhu. Əssəlamu aleyna və alə ibadillahi salihin. Əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammədən abduhu və rasuluh. Peyğəmbər s.ə.v bayaq dediyim ləfzi deyilməməsini əmr edir və onun müqabilində deyir ki, belə deyin: Ət-təhiyyatu lillahi və salavatu ta axıra kimi. Ət-təhiyyatu kəlməsi mənası isə ət-təhiyyatu bütün təzimat, bütün ucalıq, bütün böyüklük Allaha aiddir mənasındadır. Bütün böyüklük nə varsa, istərsən ruku olsun, istərsən sucu, hansı şeydir ki, böyüdülür. Yəni, onu etmək, böyütmək əlamətidir. Onun hamısını Allaha aiddir. Allah haqq eləyir sadəcə buna. İstərsən ruku olsun, istərsən baş əymək olsun, istərsən səcdə olsun, istərsən əbədilik olsun, istərsən daiməli olsun. Sadəcə kimdir buna layiq? Allahu Subhanahu və Teala. Və Allaha aid olan heç bir ucaldılmağı Allahdan başqasını sərf etmək olmaz. Bayaq misalda keçənlər kimi bəzi əməlləri. Salavat gəldikdə ət-təhiyyatu lillahi və salavatu. Salavat kəlməsi müəllif rahimehullah deyir ki, mənəhə cəmi'ud dəavat. Mənası dualar deməkdir. Bütün çağırışlar, bütün xeyir dualar mənası odur. Və deyir, həmçinin deyilir ki, əs-salavatu qəsd olunan odur ki, 5 vaxt namaz. Yəni ki, 5 vaxt namaz da kimə sərf olunur, kimə qılınır? Allah Taala'ya. Və-tayyibatu lillahi. Bütün tayyibət nədir? Tayyib sözünün yaxşılar, gözəllər nəzərdə tutulur. Onların hamısı Allaha aiddir. Yəni mənası odur ki, Allah Taala istər sözlər olsun, istər əməllər olsun, bunlardan ancaq yaxşı və gözəl olanını qəbul edir. Bunlardan ancaq yaxşı və gözəl olanları qəbul edir. Burada müəllif rahmehullah həmçinin gətirir ki, Əssəlamu aleykə əyyuhən nəbiyyə və rəhmətullahi barakatuhu. Bu da Peyğəmbər s.ə.və rəhmətlə, salavatla edilən, bərəkətlə edilən duadır. Yəni Peyğəmbər s.ə.və dua edirsən. Və müəllif burada gətirir ki, vəl-ləzi yud'a ləhu mə yud'a mə Allah. Hər hansı bir kəs ki, onun üçün dua olunur,
o adam, o şəxs Allahla bərabər nə olur? Çağırılmır deyir. Yəni sən ona dua eləyirsən. Dua elədiyin birindən nəsə istəyə bilərsənmi? Bir adama dua eləyirsən, ondan nəsə istəyə bilərsən? Allahla bərabər ondan istəmək olmaz. Əssəlamu aleynə və alə ibadilləh salihin tüsəllim alə nəfsik. Burada özünə də salam verirsən, bizim üzərimizdə də salam olsun deyirsən və yerlərdə və göylərdə Allahın salih qulları kim varsa hamısına da salam olsun deyirsən. Vəssəlamu dua, salam vermək duadır deyir müəllif. Vəssalihun yud'a ləhum və la yud'avunə məallah. Salihlərə dua olunur, salihlərdən dua olunmur. Salihlərdən dua olunmur, yəni salihlərdən nəsə tələb olunmur. Əşhədu ən la iləhə illallah vəhdəhu la şərikə ləh təşhədu şəhədətəl yəqin ən la yu'bədə fil ardı və la fissəmə bi haqqin illallah. Əşhədu ən la iləhə illallah deyir ki, vəhdəhu la şərikə ləh, şəhadət edirsən ki, Allahdan başqa yerlərdə və göylərdə ibadətə haqq layiq məbud yoxdur, o təkdir, onun heç bir ortağı yoxdur. Və şəhadət ənə Muhammed Rasulullah bi ənəhu abdun la yu'bəd. Şəhadət etmək ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın Rasuludur, mənası odur ki, o quldur, o ibadət olunmur, Allahın Rasuludur və onu yalanlamaq olmaz. Əksinə ona itaat olunur, onun yolu ilə gedilir və ittiba olunur. Şərrafəhullah bil-ubudiyyə. Allah-u Teala Peyğəmbər sallallahu aleyhi və səlləmi qulluğu ilə şərəfləndirir. Qulluğu ilə şərəfləndirir. Və dəlil qavluhu Teala Təbərəkəlləzi nəzzələl-furqanə alə abdihi liyəkunə lil'aləminə nəzira. Allah-u Teala El-Furqan surəsinin 1-ci ayəsi. Allah-u Teala Furqanı, yəni Quran-ı Kərimi qulunu nazil edir ki, aləmlərə müjdə verici olsun. Burada müəllifin rəhməhullahın dediklərini tərcüməsi bura kimi. Burada bəzi şeyləri əlavə olaraq izah etmək istəyirəm Allah Taala'nın izni ilə. O da bu müəllif rəhməhullahın gətirdiyi təşəhhüd 11-ci rukun idi. Təşəhhüd üçün oturmaq isə dərsin önündə dediyimiz kimi 12-ci rukun hesab olunur. Kim axırıncı səcdədən sonra birbaşa salam versə, o 2 rukunu tərk eləmiş olur. Həm oturmağı, həm də təşəhhüdü oxumağı. Və kim oturarsa, lakin təşəhhüd oxumağı unudarsa, o adam 1 rukunu tərk etmiş olur. Və burada istərsən rukunlardan birini tərk elə, istərsən ikisini bərabər tərk elə. Kim rukunların hər hansı birini tərk eləyərsə, onun o rəkəti sayılmır. Ta o rəkəti təkrar etmədikdə, təzdən qılmadıqca. Təşəhhüdün özü Peyğəmbər sallallahu aleyhi ve sellemlə müxtəlif ləfzlərdə gəlmişdir. Bayaq müəllifin zikr etdiyi təşəhhüd siğası Ət-təhiyyatü lillahi və-s-salavatu və-t-tayyibatu Əs-salamu aleykə eyyuhən nəbiyyə və rəhmətullahi və barakatuhu Əs-salamu aleynə və alə ibadillahi salihin Əşhədu ən la iləhə illallah Əşhədu ənə Muhammedən abduhu və rasuluh. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemlə varid olan təşəhhüd siğalarından, üslublarından, ləfzlərindən biridir. Başqa ləfzlərdə də gəlmişdir. Bunların əksəriyyəti səhih rivayətlərlə gəlmişdir. Müəllif rahiməhullahın zikr etdiyi, xatırlatdığı bu təşəhhüdü İmam Buxari rivayət etmişdir 831 nömrəli hədisdə və həmçinin Muslim rivayət etmişdir 402 nömrəli hədisdə. Lakin Abdullah bin Məsuddan gələn, lakin Buxaridə ləfz fərqlidir. Buxaridə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində Peyğəmbər s.ə.v dönəmində sağ ikən Əssəlamu aleykə deyərlərdi. Yəni birbaşa xitab əvəzliyi ilə işlədərlərdi və Peyğəmbərin vəfatından sonra Əssəlamu alən nəbi gətirərlərdi. O uzaqda olan əvəzliyini işlədərlərdi. Yəni Peyğəmbərə salam olsun. Peyğəmbərin həyatındakı sənə salam olsun ya Rasulallah kəlməsini işlədərlərdi. Buxaridə bu fərq gəlmişdir. Nə olursa olsun qardaşlar, təşəhhüdün bir ləfzini seçməlisən, bir namazda bir ləfzini oxumaq olar.
bütün ləfzlərini bilirsənsə, bir təşəhhüddə hamısını oxumaq olmaz. Onlardan birini sadəcə oxusan, bu Allah Taala'nın izni ilə kifayətdir. Burada bir məsələ var, o da fiqhi məsələdir. Açıq-aşkar bəllidir ki, sahabələrin dövründə bu məsələdə basit və xırda bir ixtilaf olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin dönəmində ət-təhiyyatda, Peyğəmbərin vəfatından sonra Əs-səlamu aleykə əyyuhən nəbiyyum deyilir, yoxsa Əs-səlamu alən nəbiyyum deyilir. Bunların hər ikisi də Peyğəmbər sallallahu aleyhi ve sellem varid olmuşdur. Necə biraz öncə dedik ki, Buxaridə gələn ləfsdə 6265 nömrəli hadisdə 6265 nömrəli hadisdə gəlmişdir ki, o vaxt ki, Peyğəmbər bizim aramızda idi, Əs-səlamu aleykə deyərdik. Və Peyğəmbərin vəfatından sonra isə deyir, Əs-səlamu alən nəbi deyərdik. Bu sahabələrdən belə gəlmişdir. Mənası odur ki, sahabələrdən bir toplumu var idi ki, Əs-səlamu aleykə deyərdi. O biri toplum isə Əs-səlamu aleykə deməyi görməzdi Peyğəmbərin vəfatından sonra. Əs-səlamu alən nəbi deyərdi. Yəni, fərqi nədir? Fərqi odur ki, deyirsən, sənə salam olsun, ey Allahın Rasulü. Yəni, xitab olaraq, o birisi də Peyğəmbərə salam olsun mənasındadır. Ömər ibn Xattabdan gəlmişdir. Ömər ibn Xattabdan minbərdə olarkən sahabələrə Peyğəmbərin təşəhhüdünü öyrətir. Və orada ləfsində gəlir Ömər ibn Xattabın Əs-səlamu aleykə əyyuhən nəbi. Əs-səlamu aleykə əyyuhən nəbi. Bu rivayət İmam Malik Muvatta kitabında 53-cü nömrəli hədisdə rivayət etmişdir. Hədisin isnadı isə səhihdir. Bu onu göstərir ki, ona dəlalət edir ki, sahabələrin arasında bu cür deyən də var idi. Elm əhli ona görə deyir ki, məsələ dar məsələlərdən deyil. Məsələ geniş məsələdir. Kim istəyərsə Əs-səlamu aleykə deyər, kim istəyərsə Əs-səlamu alən nəbi deyər. Çünki hər ikisini də sahabələr deyibdir və bir-birlərinə qarşı bu şeydə rəddiyyə, açıq-aşkar rəddiyyə yoxdur. İnşallah burada dərsimizi dayandıraq. Çünki burada gəlir o ləfsləri, ət-təhiyyatın ləfslərini şərh etmək. Lakin inşallah bu şərhləri, əlavə şərhləri dayandırıram ki, rukunlar yaxşı yadda qalsın. Rukunlar əsasən yaxşı yadda qalsın. Rukunlarla ilgili olan şeylər yaxşı yadda qalsın. 11-ci, 12-ci rukunu artıq keçdik. Növbəti 2 rukun qalıb. Onu da gələn dərsdə keçəcək Allah Taala'nın izni ilə. Allah eşitdi faydalardan etsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eləsin. Və sallallahu aleyhi ve sellem alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.